Xaçanovda yerləşən EMAS sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq 2 ilə yaxındır ki, məhkəmə çəkişməsi səbəbindən rəsmi direktorsuz fəaliyyət göstərir. Mərkəzin keçmiş direktoru Mətləb Hüseynov və komandası barəsində cinayət işi açılıb və bu iş hələ də məhkəmədə araşdırılır. Qanunlara əsasən belə hallarda yeni direktor yalnız imtahan və müsabiqə yolu ilə təyin edilə bilər. Lakin bu qayda bu dəfə pozulub. 2025-ci ilin yanvarında Əlağa Kərimov adlı şəxs imtahansız və müsabiqəsiz şəkildə mərkəzə direktor səlahiyyətlərini icra edən şəxs kimi gətirilib. Halbuki bu təhsil ocağı həmin vaxt peşə təhsili üzrə Dövlət Agentliyinin vakant vəzifə siyahısında belə olmayıb. Əlağa Kərimovun əvvəllər Abşeron Bina Peşə Liseyində dərs hissə müdiri vəzifəsində çalışdığı bildirilir. Bu isə rəhbərlik təcrübəsinin az olması və təyinatın qanuniliyinə dair ciddi suallar doğurur. Məlumatlara görə o, aviasiya və avtomobil nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Füzuli Talibovun dəstəyi ilə bu posta gətirilib. Təhsil ictimaiyyəti bu təyinatı imtahan sisteminin formallığı çevrilməsi kimi dəyərləndirir və agentlikdən aydın izah tələb edir. Dilbər Vüqar qızı, Bölgə TV.